Salam dostlar, bugün size kısa bir buraxılış eləyəcəm. Gördüyünüz kimi saçım pis gündədir. Gəlmişəm saçımı kəstirməyə, bərbərə. Həm onu sizə göstərəcəm. Həm də çalışacağım sizə qısa bir məlumat verim. Başıma gələn son 1-2 hadisə ilə bağlı. Deməli dostlar, bildiyiniz kimi Prius'u sürürəm və başıma belə bir hadisə gəldi. Prius'la bağlı. Burada bilmirəm nə qədər görsəniz. Belə bir toxunuşdur. Yüngülvari əzilmə var. Faralar təzədir, dəyişmişəm. Bu faranı da dəyişmişəm. Yüngülvari bir əzilmə baş verib. Bunu sizə danışacağım. Bu da buradan çıxıb yerindən. Hava bulutludur, küləklidir, amma istidir. Bərbərim yerləşir. Hatboro adlanır. Burada köhnə şəhər kimi bir yerdir. Latin Amerikalılardır burada, bərbərlik eləyənlər. Gedim saçımı kəstirim. Oturmuşam, gözləyirəm növbəm nə vaxt gələcək. Saça bax. Növbəm çatdı, indi mən oturum. Məndən soruşur ki, yaxşıdır ya pisdir. Onsuz da izah edə bilmirəm, başa sala bilmirəm, çünki dil fərqlidir. İngiliscə çalışsam da başa salım. Bunların stili fərqlidir. Latin Amerikalılarla stili fərqlidir. Ona görə bizim stilə oxşuyur biraz, amma o qədər də yoxdur. Onlar da çox şəndir. Ona görə çalışıram indi izah edeyim, görək axırda nə alınacaq. Belə bir şey aldım, gedib saçımı yuyacağım, amma yaxşı oldu, pis olmadı. Beləsinə dedim, indi bu da bir test oldu mənim üçün. Dedim görüm baxım evdə necə olacaq. Deməli dostlar, məlumat vermək istədiyim sizə bir pis xəbər aldım, ona görə həm pis, həm yaxşı. Yaxşı olması o qədər də yaxşı xəbərliyinə dəlalət eləmir, sadəcə pis xəbərin yaxşı tərəfi var. Onu sizə çatdırmaq istəyirəm. Deməli 8 gün idi, İnguşetiyada itən bir uşaq var idi. Adı Xızır idi. Xızır Derbiçev. Həmin Xızır deməli çayın adı yadımda deyil. Çay kənarında dostu ilə olanda görür bir nəfər suda boğulur və dostuna deyir ki, gedək onu xilas eləyək. Dostu fikirləşir ki, gedib böyükləri çağırsın. Xızır deyir, bəs biz onun yerində olsaydıq necə olardı da? Biz onu təsəvvür edir ki, biz onun yerində idik və boğulurduq. Ona görə biz kişiyik də, gərək bunu xilas eləyək. Və Xızır əynin soyunur, paltarların soyunur, qoyur və suya tullanır. Tullanır ki, həmin o yaşıdıdır və yaxud tanışıdır, bilmirəm kimdir. Tullanır ki, onu sudan xilas eləsin. Və bu hadisə, bilmirəm, mediada necə baxılır buna, görülür bu. Mediada bunu göstərirlər yoxsa yox, ondan xəbərim yoxdur. Amma mən bunu Instagramda gördüm və Instagramda izlədim. Mən burada nə gördüm? Mən burada bütün Qafqazlıların birləşməyini gördüm. İnguşetiyalı və Çeçenlərin əsasən birləşdiyi və bir axtarış başlatdığını gördüm və Özbəklərin, Qazaxların, Qırğızların dəstəyini gördüm və həmçinin Azərbaycanlıların da orada olanını gördüm. İnsanlar birləşdilər və 8 gün aparılan axtarış nəhayət ki, iyun ayının 22-sində nəticə verdi. Yaxşı xəbər odur ki, Xızırı nəhayət ki tapdılar, amma
çox pis xəbərdir ki, Xızırın cansız bədənini tapdılar. Bu məni çox təsirləndirdi bu hadisə. Xızırın bu hərəkəti məni çox təsirləndirdi. Çünki bir uşağın 8 yaşında bir uşağın tullanıb suya başqa bir uşağı xilas eləmək cəhdi, bu bir kişilik göstəricisidir. Bu tərbiyənin uşaqlara ötürülən mərdliyin göstəricisidir. Bu günləri çox rus dilində redkistir. Çox, yəni gec buna rastlayırsan da, sən görəsən ki, bir uşaq başqa bir uşağı xilas eləmək üçün düşünür və bunu deyir ki, biz onun yerində ola bilərdik də, yəni bizi də xilas eləmək kiməsə lazım ola bilərdi də, kimsə bunu düşünə bilərdi və bu fikirdən tullanıb kimisə xilas eləmək və bu yolda öz həyatın qurban verməyi, bu çox böyük qəhrəmanlıqdır. Mən bu hadisədən təsirləndim və daha da çox təsirləndim. Görəndə ki, Xızırı xilas eləməyə çalışan oğlan 19 yaşında, xilas eləmək deyəndə ki, cəsədi tapılandan sonra Xızırın onu sudan çıxarmağa çalışan oğlan sevinc və kədərdən bu iki hissin bircə yaşamasından oğlanın ürəyi partlayıb ölüb. Sevinib ki, yəni nəhayət ki tapdıq və onun cansız bədənin görməyindən, kədərindən bu iki his birlikdə belə bir şey yaradıb ki, adamın ürəyi partlayıb sadəcə. 19 yaşında bir cavan da orada dünyasını dəyişib. Ümumilikdə bu axtarışlara hardasa bir, belə deyim sizə, 10 mindən çox adam qoşulub ya da 10 minə yaxın bir adam qoşulub. Dəqiq sən bilmirəm, ancaq bilirəm ki, minlərlə adam qoşulub bu axtarışa. Bu axtarışın nəticələnməyi məni sevindirdi ki, nəhayət ki, Xızırın ailəsi, atası Həsən kişi və ailəsi nəhayət ki, bildilər ki, balaların tapdılar və onun məzarı da olsa gedib ziyarət eləyə biləcəklər. Çünki bir insanın məzarının olmaması ailə üçün böyük dərddir. Yəni məzarının olması belə ailə üçün dərddir, amma məzarının olmaması daha böyük dərddir. Çünki adam neponyatlı qalır, hara getsin, harda övladı üçün ağlasın. Bu böyük dərddir, övlad dərdi böyük dərddir təbii ki. Allah heç kimə göstərməsin, amma Xızırın nümunəsində biz nə gördük? Mən nə gördüm? Bu böyük bir qəhrəmanlıq. Xızırın bir dənə bu ifadəsi ki, biz kişi döyürük deməyi və suya tullanıb insanlar deyəndə ki, öz yaşıdan yaxud özündən böyük yaşda olan adamı xilas eləmək cəhdi, bircə Xızırın 8 yaşlı bir uşağın bu addımı 10 minlərlə adamı birləşdirdi və bu 10 minlərlə adam fərqli millətlərin adamlarıdır. Yəni nasiya bir ola bilər. Məsələn, hamısı müsəlman ola bilər, hamısı türk dilli ola bilər, amma fərqli millətlərdir hamısı. Burada özbəkdir, qırğızdır, tatardır, qazaxdır və s. yadıma gəlmir olar. Yəni bir növ çeçendir, inquşetiyalılardır. Bunlar birləşib birlikdə bir çayı başdan aşağı bir, yəni Xızır suya atlandığı yerdən 10 kilometr aşağıda tapılıb. Təsəvvür edin ki, bir çayın suyun yönünü dəyişiblər və çayı ələk-vələk eləyiblər. Didi çayı axtarıblar və nəticədə Xızırın cəsədini tapdılar. Mən onun ailəsinə səbir diləyirəm və rəhmət diləyirəm və çox sağ ol deyirəm ki, belə uşaq dünyaya gətiriblər. Xızır 8 yaşında 10 mindən çox adam ətrafında topladı. İndi o yaşasaydı gör nə qədər adamı birləşdirə bilərdi. Bu insanlara nə öyrədir? Bu insanlara bir-birinin halına yanmağı öyrədir, bir-birinin dərdinə şərik olmayı öyrədir. Mən çox istəyirəm ki, insanlarımız bir-birinin halına yansın, bir-birini acılamasın, bir-birinin dəyərini bilsin. Çünki biz onsuz da bir gün gəlirik və bir gün gedirik. Biz üçün geridə qalan şeylər bizim elədiyimiz əməllər və insanlara göstərdiyimiz qayğı və münasibət olacaq. Ona görə çalışın, bir-birinizin xətrinə dəyməyin və bir-birinizi acılamayın. Belə bunu burada bitirirəm. Deməli dostlar, başıma gələn növbəti bir hadisəni deyim sizə. Deməli yol ayrıcında dayanmışdım, svetoforda dayanmışdım, qırmızı işıqda dayanmışdım və
hərəkətə başladım. Yaşıl yanandan sonra hərəkətə başladım və 3-4 metr hərəkətdən sonra sağ tərəfdən, mənim sağ tərəfimdən bir Honda Pilot markalı maşın gəldi və mənim maşınımın mən saxladım dayandığım halda adam qırmızıya girdi və gəldi mənim maşınımın üstünə çıxdı. Gördüyünüz kimi o qədər də xüsusi bir şey olmadı, əzilmədi, amma maşının farası sındı, buferi biraz cırıldı, yəni bu tip şeylər oldu. Və burada qayda belədir. Mən ona dedim ki, bəs sənədlərimi ver. Qadın idi. Bu da Latin Amerikalı idi. Qadın idi, sənədlərini aldım ki, burada prosedur belədir. Sənədlərini alırsan və şəklini çəkirsən, sonra sığortaya claim açırsan. Mən də sənədlərini aldım. Adətən adam günahkar olanda sən onu alırsan, deyirsən və o sənə verir rahat. Mən də aldım sənədlərim, bunu elədim. Şəklini çəkdim və sonra polisə zəng elədim. Polis gəldi, çıxdı. Yox, o polisə zəng elədi, mən yox. O polisə zəng elədi. Polis gəldi, çıxdı və polis gəlib çıxandan sonra özün günahkar sayıb mənə sənədlərin, yəni inşurans məlumatların, mənə sürücülük vəsiqəsini verən adam sonra fikrini dəyişdi. Polisə dedi ki, mən yaşla sürmüşəm, o qırmızıya sürüb. Qaldım belə, əlim ağzımda qaldı ki, necə olur bu şey? Belə olur, burada belə şey də mümkündür. Ərazidə kamera olmadığına görə, yəni yol ayrıcında da kamera yoxdur, svetoforlar var, kamera yoxdur və ərazidə də nəzarət kamerası olmadığına görə yazıldı 50-nin 50-yə, günah yazıldı 50-nin 50-yə. Mən də polisə nə qədər desəm də ki, bəs qoyun mən araşdırım, mən gedim bu şirkətlərdən soruşum, bəlkə onların bir nəzarət kamerası var və öyrənim də bir şey öyrənim ki, bəlkə nəyisə video tapdım da, çünki istəmirəm ki 50-nin 50-yə, yəni mən də günahkar çıxmaq istəmirəm də, çünki yaşıl işığa sürürsən, təsəvvür elə, kimsə gəlir sənin üstünə çıxır və deyir ki, mən günahkar deyirəm, o günahkardır. Bu qalırsan belə necə sübut edəsən və dəşkam da yox idi, yəni maşında kamera yox idi həmin vaxtda ki, hadisəni çəkən dərhal elə hadisə olan günü zakaz elədim, sifariş elədim, kamera gəldi və quraşdırdım. Beləsinə bir hadisə oldu. Çox xərcim çıxmadı. Təkcə maşının ön faralarını dəyişdim. Dəyişməyə bilərdim yəqin ki, sadəcə dəyişdim çünki xoşuma gəlmədi də sındı. Onu təzədən düzəltdirmək boş şeydir. Onları hamısını dəyişmək ən yaxşısıdır. Dəyişdim, bu ferin zadını dəyişmədim. Düzdür, bu fer yerindən çıxıb biraz. Bu formada adam, yəni bu ikinci haldır ki, mən Amerikada başıma gəlir və adamlar səni yalancı çıxardırlar, çünki sənin bir sübutun yoxdur. Polisə nə qədər dedim, polis mənə dedi ki, ged işindən məşğul ol, belə də dedi, ged işindən məşğul ol. Nə qədər çalışdımsa da ki, ona izah eləyim ki, bəs gedək, axtaraq, kameraları axtaraq, görək hansı kameradadır bu məsələ, tapaq da bir yerdən. Polis dedi ki, yox qardaş, sən öz işinlə məşğul ol, bu bizim işdir, qoy özümüz öz işimizlə məşğul olaq. Beləsinə özləri də ki, bu formada məşğul oldular. Bilmirəm, axtarıblar, maraqlanıblar kamera üçün yoxsa, məncə maraqlanmayıblar, bəlkə də maraqlanıblar, bilmirəm, mənim fikrimdir ki, maraqlanmayıblar. Çünki belə hallarda uşaqlar mənə dedi ki, belə hallar olanda həmişə polislər 50-nin 50-yə eləyirlər məsələni, yəni ki, çox da dərinə getmirlər də. İkimiz də eyni sığorta olduğumuza görə, mən də progressiv, vuran adamda da progressiv olduğuna görə sığorta şirkəti də özü də 50-nin 50-yə götürməyi məntiqli görür ki, ikisini də günahkar çıxardır və ikisini də günahkar çıxardanda təbii ki, sənin də aylığını artır və həmin adamın da aylığı artır. Bu sığorta şirkətinə sərf eləyir. Onlara sərf eləmir ki, konkret birin günahkar çıxardıb və onun hesabını düzəltdirsin. Sərf edir ki, ikisi də günahkardır, ikisinin də aylığı qalxır, aylıq ödənişi və hərə öz maşını düzəldir. Beləsinə bir hadisədə belə yaşadım. Deməli dostlar, videonu sonlandırıram. Video düzgün başladı, planladığım kimi başladı. Gözləmədiyim hallar oldu, gözləmədiyim hadisələr olduğuna görə planlamadığım formada video getdi və videonu burada sonlandırıram. Əslində planım belə idi ki, səhər bərbərə gedim, ondan sonra sizə
miqrantlarla bağlı qısa bir buraxılış eləyəcəkdim və başıma gələn hadisəni göstərəcəkdim. Amma video çəkilən ərəfədə internetdə, sosial mediada gördüyüm və izlədiyim bu hadisə ki var idi. Xızırın hadisəsi o məni təsirləndirdi və fikrim dağıldı. Videonu istədiyim kimi çəkə bilmədim, amma bu da bir məlumat idi. Bu da burada yaddaşlarda qalsın. Düşünürəm ki, öz ailənizin, övladlarınızın qədrini biləcəksiniz və öz uşaqlarınızı düzgün formada tərbiyə edəcəksiniz və onları həmişə qoruyacaqsınız. Ətrafdakı baş verən dünyada pis hadisələrdən, pis vərdişlərdən və ümumiyyətlə sağlam saxlamağa çalışacaqsınız. İnşallah növbəti videoda sizə təqdim eləyəcəyim. Əslində çoxdan təqdim eləməli idim onu. Uzun müddətli yubadıram. Növbəti videoda onu görəcəksiniz. Görəcəyiniz növbəti videolar mənim videolarımın xarakterlərini dəyişəcək. Mənim sizə təqdim elədiyim kontentin formatını dəyişəcək. Yenə az verən danışıram. Hələlik dostlar, hava buludludur, yağışlıdır, yağış yağacaq. Saçım da pis kəsmədi, normaldır, gedər. Beləntinə özünüzə yaxşı baxın. Hələlik, sağlam olun.